Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nestaîn innehu hayrun nasirin ve mu'in. Nehmeduhu ve nestaînuhu sümme salatu vesselam ala seyyidina ve nebiyyina ellezî summiye fis semâi Ahmed ve fil aradina Ebil Qasimi Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem ve ala alihi teyyibin tahirin el muntecebin fil aradin. Peyğəmbərin Şabaniyyə xutbəsi ilə Ramazan barəsində danışırdıq ki, dedik Peyğəmbər Şabanın son cüməsində Ramazan ayının fəziləti ilə bağlı, Ramazan ayının necə ay olması ilə bağlı xutbə deyib. Biz bir xutbə bununla bağlı danışdıq, müəyyən hissəsini izah elədik. Bu günləri bu yerdə qalmışıq ki, Allah'ın Peyğəmbəri belə buyurur. Fəsəlullah Rabbəkum biniyyatin sadiqə və qulubin tahirə. Bu ayda Rəbbiniz olan Allah'tan doğru niyyətlə, pak qəlblə istəyin. Doğru niyyət və pak qəlb məsələlərin çoxunu həll eləyir. Çünki insan hər şeyi gizlədə bilər, insan hər şeyi əyri eləyə bilər, amma niyyətin doğruluğunu gizlədə bilməz. Çünki niyyət insanın özünün xəbərdar olduğu bir şeydir. Həzrət Peyğəmbər buyurur ki, əməllər niyyətlə ölçülür. Əməllərin Allah yanında dəyəri və qiyməti əməlin özü ilə deyil, niyyətləndir. Ona görə Allahın Peyğəmbəri buyurur ki, bu ayda Allah'tan doğru niyyətlə istəyin, pak qəlblə istəyin. Nə istəyin? Ən yuvəffiqakum lisiyami və tilavəti kitabih. Sizi oruca müvəffəq eləsin, sizi onun kitabını oxumağa müvəffəq eləsin. Allahın Peyğəmbəri buyurur ki, insan istəyirsə orucun ləzzətini alsın, oruc onun üçün müvəffəqiyyət olsun, iki şeyi düzəltməlidir. Bir, niyyətini düzəltməlidir, bir də qəlbini düzəltməlidir. Qəlbi paklaşdıranda, niyyəti doğru eləyəndə insana oruc tövfiqi verilir. Allah'ın kitabının tilavətinin tövfiqi verilir. Fəinnəşşəqi mən hurimə qufranəllah fi hədə şəhril əzim. Bədbəxt o adamdır ki, Allah'ın Peyğəmbəri buyurur. Allah'ın bağışlanmasını bu əzəmətli ayda özünə haram eləyə. Bu ayda o qədər xeyirlər çoxdur, o qədər bərəkətlər çoxdur ki, bağışlanmağın həddi hududu o qədər çoxdur ki, bir insan bu ayda da əgər özünü bağışlada bilmirsə, o bu dünyanın ən bədbəxt adamıdır. Yəni bundan mümbit şərait və bundan mümbit fürsət harda tapmaq olar bağışlanmaq üçün? Fəzkuru bi cu'ikum və ətəşikum fihi cu'a yevmil qiyamə və ətəşəh. Peyğəmbər davam eləyir, deyir ki, aclıq və susuzluğunuzla qiyamət gününün aclıq və susuzluğunu xatırlayın, yad eləyin. Yəni sizin aclığınız boşa gedən aclıq olmasın. Bu aclıq sizə qiyamət gününü xatırlatsın. Bu susuzluq sizə qiyamət gününün susuzluğunu xatırlatsın. İnanın Allaha, Ramazan ayında insan aclığı ilə əgər qiyamət gününün aclığını xatırlasa, susuzluğu ilə də qiyamət gününün susuzluğunu xatırlasa, nə susuzluğa susuzluq deyər, nə də aclığa aclıq deyər. Çünki qiyamət gününün susuzluğu və aclığı Ramazan ayında bir oruç tutanın aclığı və susuzluğu kimi deyil. Allah'ın Peyğəmbəri həm də bizə deyir ki, yəni sizin bu aclığınız kiçik bir aclıqdır. Bu aclıq səbəb olsun ki, qiyamət gününün aclığını fikirləşib, qiyamət günü aclıq yaşamayasınız. Qiyamət gününün susuzluğunu fikirləşib, qiyamət gününün susuzluğunu yaşamayasınız. Və təsəddəqu ələ fuqaraikum və məsakinikum və vəqqiri kibarakum vərhamu siqarakum vəsilu ərhamakum vəhfazu əlsinətəkum.
Peyğəmbər davam edir, deyir ki, kasıblarınıza sədəqə verin, miskinlərinizə sədəqə verin, böyüklərinizə ehtiram eləyin, kiçiklərinizə mərhəmət göstərin, yaxınlarınızı axtarın, dilinizə də sahib çıxın. Bu ayın gözəlliklərindən biri də əl tutmaqdır, sədəqə verməkdir. Allah insana kasıb göstərəndə bəlkə də insana kasıbın ehtiyacından danışmaq istəmir. Allah istəyir insana, insanın öz ehtiyacından danışsın. Bir qüdrətli adamın bir kasıb adam görəndə nə zaman başa düşəcək ki, qüdrət kimdədir? O zaman ki, hansı tərəf daha qürurlu və şəxsiyyətli olsa. Təsəvvür elə bir varlı adam istəyir ki, gedib bir kasıb adama kömək eləsin, gücünə, balayla, malından bir təhər, büzür, biraz ayırıb ki, gedib kasıba pay versin. Gəlir kasıba pay vermək istəyəndə görür ki, kasıba vermək olmur. Kasıb o qədər qürurludur ki, o qədər şəxsiyyətlidir ki, çətinlik çəkir buna verməyə. Bəzən görür ki, ümumiyyətlə yol yoxdur, mümkün deyil mən buna verim. Başa düşür ki, buna vermək mənim vermək istəyimdən daha qüdrətlidir. Bunun istəməməsi mənim istəyimdən daha qüdrətlidir. Mənim vermək istəyim bunun istəməmək istəyi ki var, məndən almaq istəmir. O daha güclüdür. Yalvarıram ki, buna köməklik eləyim. Köməkliyi qəbul eləmək istəmir. Deyirlər ki, dünya 4 şeylə düzələr, 4 şeylə. Biri rəhbərin ədalətidir, biri varlının səxavətidir, alimin yumuşaqlığıdır, bir də kasıbın duası. Kasıbın əlində olan duadır. Hər nə qədər bunların içərisində ən zəifi kasıbın əlində olan dua görünsə də, əslində ən qüdrət kasıbın əlindədir. Deyirlər, qorxun o kəsdən ki, onun heç nəyi yoxdur. O əlini qaldırarsa, Allahın ərşi titrəyər. Dünya o zaman cənnətə çevrilər ki, imkanlı adamlar başa düşsünlər ki, mən kasıba köməklik eləmirəm, kasıb icazə verir, mən ona köməklik eləyirəm. Fəqirə təşəkkür eləsin, miskinə təşəkkür eləsin ki, çox sağ ol ki, mənə köməkliyimi qəbul eləməklə mənə kömək elədin. Mənim sənə elədiyim köməkdən daha böyüyünü sən mənə elədin. Sədəqə verəndə insan, sədəqə verdiyi insanı aşağı görməməlidir. Sədəqə verdiyi insanı yuxarı görməlidir. Buna görə hədislərdə gəlib Peyğəmbər deyir ki, bir ehtiyaclı adam sizə əl açanda, doğrudan ehtiyacına əl açdırıbsa, sizin də qüdrətiniz var onun əlinə nəsə verməyə, əlinə nəsə qoymağa, kömək eləməyə, əl tutmağa, əlinizi onun əlinin üzərinə gətirməyin deyir. Əlinizi onun əlinin üzərinə gətirməyin. Çünki sizə uzanan əl Allahın əlidir. Sizə kim icazə verib ki, Allah əlinin üstünə əl gətirirsiniz? Allah kasıbın əlinə Allahın əli deyir. Bir adamın canında aşağıya əl tutmaq yoxdur. Bir adam qəbul eləməlidir ki, fəqir Allahın əlinin daşıyıcısıdır ki, insan ona əl tutsun. Çox adamlar var, gedir məsələn üçün pullu adamlarla oturur, yeyir, yaxşı oğlan olsun deyənə onların hesabını da bağlayır. Vəzifəli adamı aparır, ona yemək verir, hesabını bağlayır. Heç uf da demir o adam. Çünki inanır ki, yuxarı yerə pul xərcləyirəm. İnsan yuxarı yerə pul xərcləməyi bacarır. İnsan aşağı yerə pul xərcləyə bilmir. Din gəlir, deyir ki, fəqiri aşağı görüb pul xərcləmə. Fəqiri yuxarı görüb pul xərclə. Fikirləş ki, o Allahın əlinin daşıyıcısıdır. Bu yandan da fəqir də fikirləşməlidir ki, mən Allahın əlinin daşıyıcısıyam. Bu hər kəsə açılmamalıdır. Peyğəmbər deyir ki, Ramazan ayında bu cür eləyin, fəqirlərinizə sədəqə verin, miskinlərinizə sədəqə verin. Və vəqqiri kibarakum, böyüklərinizə ehtiram eləyin, kiçiklərinizə də rəhm eləyin. Din gəlir, deyir ki, özündən böyük də gördün hörmət elə.
Özündən kiçik də gördün, hörmət elə. Ay Allah, böyük gördüm, hörmət eləyim, başa düşürəm biraz. Niyə? Deyir, böyük gördün, ona görə hörmət elə ki, fikirləş ki, ömrü sənin ömründən uzundur, səndən çox savabı var. Onun savabına ehtiram elə. Yaxşı, başa düşdüm. Bəs kiçik gördüm, niyə hörmət eləyim? Deyir, kiçik gördün, ona görə hörmət elə ki, fikirləş ki, sənin qədər ömrü uzun deyil, sənin qədər günah eləməyib. Böyük gördün, böyüyün savabını ehtiram elə. Kiçik gördün, kiçiyin səndən günah az eləməsinə hörmət elə. Yəni, yuxarıya da hörmət göstər, aşağıya da. Peyğəmbər deyir ki, vəqqiri kibarakum. Böyüklərinizə ehtiram göstərin. Vərhamu siqarakum. Kiçiklərinizə də rəhm eləyin. Vasilu arhamakum. Və qohum əqrabanı axtarın. Hədislərdə gəlib ki, neçə şey insan ömrünü uzadar, biri də qohum əqrabanı axtarmaqdır. Son dövr bu mövzuya çox ehtiyac var. Bir sıra şeylər qohumların axtarmaqdan insanları məhrum edib. Məsələn, xüsusən də müasir dünya qloballaşdığına görə, müasir dünyada insanlar əl çatandır. Bundan 50 il öncə bir adamı axtarırdınsa, bəzən günlərlə ona yetişə bilmirdin. Gedirdin, görürdün evdə yoxdur, deyirdilər işdədir. Gedirdin, görürdün işdə yoxdur, deyirdilər məsələn üçün sahədədir. Gedirdin, bəzən sahədə də tapa bilmirdin. İndi isə dünya çox kiçilib. İstənilən adamı dünyanın hansı nöqtəsində olursa olsun, zəng eləyib, görüşüb, danışa bilirsən. Bu da insanların canlı ünsiyyətini həddən artıq azaldıb. İnsanlar əl çatandır, amma insanlar bir-birinin yanında çox qala bilmirlər. Hətta bu söhbət bəlkə də minbər söhbəti deyil. Müasir dövrdə məsələn üçün gənclər bir yerə toplaşsalar da, indi çayxanadır, haradsa bir yerə toplaşsalar da, bədənləri oradadır, amma özləri çox vaxt orada olmurlar. Bir də görürsən ki, hamısı oradadır, amma hamısı qıraqdan kimlənsə telefonla danışır, yazışır, nəsə canlı bir-birlərini saxlayıblar, cansız bir-birləri ilə danışmaq istəyirlər. İnsanlar bir-birinin bədənlərindən sanki yorulublar. İnsanlar məsafəli yaxınlıq istəyirlər. Doğrucu yaxınlıqlardan sanki qaçırlar. Peyğəmbər deyir ki, vəsilu ərhamakum. Qohum əqrabanı ziyarət edin bu ayda. Bu ay elə aydır ki, məsələn üçün indi də şükürlər olsun aləmlərin Rəbbinə ki, indi bu il Ramazan ayı ilə Novruz bayramı üst-üstə düşür. Kim deyir ki, bir-birini ziyarət eləmək üçün illa gedib o adamın evində fındıq yeməlisən, qoz yeməlisən? Bir adamın evinə ziyarət eləmək üçün getsən, onunla söhbətləşmək şirin hadisə deyil. İlla insan birinin evinə getmək üçün gərək hökmən nəsə içsin və ya nəsə yesin, o qonaqlıq şirin qonaqlıq olsun. Yoxsa insanın bir-biri ilə çayı yeməyi bəhanə olmalıdır ki, insanlar bir-birini görsün deyənə. Bəhanəm var ki, gəlmişəm, oturmuşam, sənin çayını istəmirəm. Səni istəyirəm. Sənin çayın bəhanədir ki, biz söhbət eləyək. Mən sənin şəkərburağı, paxlavı və bunları istəmirəm. Mən səni istəyirəm. İndi görün, bəzən elə olur ki, paxlava yeməyəcəyimsə, şəkərbura yeməyəcəyimsə, qoz fındıq yeməyəcəyimsə, bir adamın evində nə işim var? Xeyr, bu ayda Allahın Peyğəmbəri buyurur ki, qohum əqrabanı gedin ziyarət eləyin. Gedin ziyarət eləyin. Novruzla üst-üstə düşdüyünə görə, nə olar ki, gecələr də uzun gecədir. Əgər İstəyirsinizsə gedib məsələn üçün yeməklərdən də yeyəsiz, fındıqdan, qozdan yeyəsiz. Onda gedib gecə onun evində həm yemək yeyib, həm də qohum əqraba ziyarət eləyə bilərsiniz. Amma nə yaxşı olar ki, insan qohum əqrabasını hər hansı bir maddi təamlar üçün yox, qohum əqrabanın özünü nemət hesab eləyə. Deyək ki, mənim qohumum mənim üçün nemətdir, şərait axtara ki, onu necə eləyim, o nə bahana tapım onu görməyə? Allahın Peyğəmbəri mənə deyib ki, bu ayda qohum əqraba ziyarət eləmək lazımdır, ac tox demədən bu nemətin ziyarətinə gedin. Və həfazu əlsinətəkum, dilinizi bu ayda qoruyun. Dil, Ramazan ayında bir sıra şeylər var, onlar bizə oruç pozdurmur. Məsələn, misal üçün, bir nəfər qeybət eləsə, oruç pozulmur. Amma qeybət dilin həddini aşmasıdır. Quran deyir ki, sizdən kimin xoşu gələr ölü qardaşının ətin yesin?
Allah qeybət eləməyə ölü qardaşının ətini yemək deyir. Niyə? Çünki dilə sahib çıxılmayıb. Bir insanın dillə şəxsiyyətinə hücum olunub deyənə Peyğəmbər deyir ki, Allah yanında bir adamın qeybətini eləmək elə onun ölü ətini yeməkdir. Bu ayda adam istəyirsə oruc ləzzət versin, istəyirsə oruc çox şirin hadisə olsun, onda orucun özünü düzəltmək lazım deyil. Peyğəmbər orucun keyfiyyətini düzəldir. Deyir ki, fəqirlərinizə sədəqə verin, böyüklərinizə hörmət eləyin, uşaqlarınıza rəhm eləyin, qohum əqrabanı axtarın, dilinizi qoruyun. Oruc sizin üçün dadlı olsun, oruc sizin üçün şirin hadisə olsun, Ramazan ayından ləzzət ala biləsiniz. Deyirlər ki, Quran belə deyir daha doğrusu, kullu nəfsin zaiqatul mavt. Bütün insanlar ölümü dadacaqlar. Allah, ölümün də dadı olarmış. Necə ölümün dadı olarmış? Deyirlər ki, insan öləndə, insan ki, belə sadə dillə izah üçün, insan öləndə insanın həyatının suyunu sıxırlar, insana təqdim eləyirlər. Həyatın nədirsə, ölüm həmən daddadır. Acı həyat yaşamısansa, ölüm acı hadisədir. Şirin həyat yaşamısansa, ölüm şirin hadisədir. Demək, insan ölümlə işi olmamalıdır. Ölüm qorxulu deyilmiş, həyat qorxuluymuş. Həyat şirin və ya acı ola bilir. Ölüm şirin və ya acı ola bilmir. İndi də Ramazan ayının özünün bir şirinliyi və acılığı var. Ramazan ayının şirinliyi ondadır ki, insan bu şeyləri eləyə, fəqirlərə sədəqə verə, gücü çatdığı qədər, miskinlərə əl tuta, böyüklərə hörmət eləyə, uşaqlara rəhm eləyə, qohum əqrabanı axtara, dilinə sahib çıxa. Başqa aylarda danışdığı kimi bu ayda danışmaya, çalışa bu ayda dilinə sahib çıxa, görəcək ki, bu ay başqa aydır və şirin Ramazan ayı yaşamış olacaq. Şirin orucluq yaşamış olacaq. Peyğəmbər buyurur ki, və quzzu əmmə la yahillun nəzər iləyhi. Allahın icazə vermədiyi şeylərə gözünüzü yumun. O şeylərə ki, baxmaq lazım deyil, gözünüzü yumun. Gözünüzü yumun. Bir sıra şeylər var ki, göz yumulasıdır. Göz yumulasıdır. Amma göz yumulası cinsdən deyil. Yəni insanlar ona göz yummağı göz yumulası cinsdən hesab eləmir. Deyirlər, Peyğəmbərə gəlirlər, şikayət edirlər. Deyirlər, ya Rasulallah, Mədinədə indi böyük sənsən, indi rəhbər sənsən, şikayətimiz var sənə. Mədinədə bir ev var, hədd hüdud bilmir. Aşır həddi hüdudu. Haram məclislər təşkil edirlər. Başqa ab-havadadılar. Peyğəmbər Həzrəti Əli əleyhissalama deyir ki, get bax orada nə macəradır. Deyir, Həzrət gəlir evin qabağına, gəlməmişdən əvvəl səs eləyir. İndi öskürür, nəsə eləyir ki, bildirir ki, evə gələn var. Tez eşidirlər ki, gələn var, tez yığışdırırlar evi tərtəmiz filan, günahdan əsər əlamət qalmasın evdə. Həzrət gəlir, qapını döyür, gəlirlər, qapını açırlar, Həzrət icazə alır, içəri girir, gözünü yumur, sağa sola başını fırladır. Çıxır, gəlir Peyğəmbərə, deyir ki, mən orada günahdan heç bir şey görmədim. Heç bir şey günah görmədim. Halbuki gözünü açsaydı da artıq yığışdırmışdılar. Səhəri Mədinədə söz gəzir ki, Həzrəti Əli əleyhissalam belə eləyib. Adamlar deyirlər ki, bugün bizlə bir nəfəsi alan adam var, bizlə bir yerdə bir yaşayan adam var, bizim abrımızı bizdən çox fikirləşir. O insanlar günah məclisi keçirdiyinə görə həmən gecə xəcalət çəkirlər, hamısı hidayət olur. Bəzən insanların xətasına göz yumanda insanları islah eləyirsən. İndiki zamanəmizdə düzdür günahlar çoxdur. Burada əlbəttə bəlkə sözün mənası budur ki, günahlara gözünüzü yumun. Yəni siz zay olmayasınız deyənə bəzən də elə göz yummaqlar var ki, nəinki səni ucaldır, hətta qarşındakı insanı belə hidayət eləyir. Düzdür, bizim vəzifəmiz kimsə hidayət eləmək deyil.
Amma o şeylərə ki, baxmamaq lazımdır. O şeylərə baxmamaq insanı ucaldır. Peyğəmbər buyurur ki: "Və quzzu əmmə la yahillun nəzər ileyhi əbsarakum." Gözlərinizin baxmadığı şeyə, Allahın nəzəri icazə vermədiyi şeylərə gözünüzü yumun. Və əmmə la yahillu istima ileyhi əsmaakum. O şeyləri ki, eşitməmək lazımdır, o şeylərə də qulağınızı qadağan eləyin. Eşitməyin. Və təhənnənu ələ aytamin nas kəmə yətəhənnənu ələ aytamikum. Cəmaatın yetimləri ilə yaxşı rəftar eləyin. Necə ki, sizin yetimlərinizlə rəftar olunmasını istəyirsiniz. Bir adam otursun, fikirləşsin ki, arada baxsın öz uşağının gözünə, desin ki, bu uşaq yetim qalsaydı, mən bu uşaq üçün nə edərdim? O yetim öz uşağını yetim görüb, indi əlindən gələni eləyir, onun yetimliyini fikirləşsə, əlindən gəlməyənləri də eləmək istəyər. Peyğəmbər də deyir ki, sizin öz yetimlərinizlə necə rəftar olunmasını istəyirsinizsə, başqalarının yetimləri ilə də elə rəftar eləyin. Yaxşı rəftar eləyin. Düzdür, yetimin başına sığal çəkmək savabdır. Mən sözümü bundan tamamlayıram. Adam yetimin başına sığal çəkməyi ilə yetimə yetimlik hiss elətdirirsə, Allahın inanmıram bu sığaldan xoşu gəlsin. Allahın savab dediyi o sığaldır ki, yetimlik unutturur. Bəzən biz o qədər quru şəriət və quru qaydaların təsirində qalırıq ki, bir yetimin başına sığal çəkib ona yetimlik hiss elətdiririk. Peyğəmbər deyir ki, bu ayda yetimlərlə elə rəftar eləyin ki, sizin yetimlərinizlə necə rəftar olunmasını istəyirsinizsə, o cür rəftar eləyin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.